Sıfırdan başlayan adamda 10 minlə gəzir. Siz kiçik sahibkar xanımlara nə tövsiyə edirsiniz? Məsələn, doğru bayaq dedik ki, 50 dollardan da başlayır. Hə, yəni bayaqlar dedim də. Burada məsələ nədir? Burada gross loop-u əldə etməkdir. Gross loop nədir? Sən əgər 50 manatlıq şeyi 100 manata sata bilirsənsə, sən elə 50 manatla başladın, onu elədin 100. Sonra 100-ü satırsan olur 200. Sonra 200 satsan olur 400. Bu həndəsi silsilə ilə arta-arta gedib bir də görürsən ki, əlində kapital var. Mesela mənim o birinci açdığım biznes o WebMoney dealership idi. 30% komissiyam var idi. Yəni mən 50 manatı satdım oldu, nə bilim neçə manat, 65 manat. Sonra 65 manatı satdım oldu, nə bilim 100 manat. Sonra 100 tez-tezə artım tempi aşağı olur. Amma sonra dövriyən artdıqca artıq bir görürsən ki, günə 300 qazanırsan, günə 1000 qazanırsan və s. Yəni mümkündür. Sadəcə elə məhsul tapmaq lazımdır ki, ona tələbat var, təklif yoxdur və onun bir dənəsini belə almağa pulun çatırsa, bəs eləyir də birini aldın, satdın, təzədən elədin, dövriyən elədin dəfələrlə, bir də görsən əlində kapital var. Mümkündür, demirəm asandır, amma mümkündür. Yəni əlində kapital yoxdur deyə iş başlamaq olmur, bu luzerlərin bəhanəsidir. Yəni ki, yaxşı ideya kapital həmişə tapmaq olar. Sən əgər ağıllı fikirdən gəlsən ki, bax burada qəşəng pul var, gedib onu 20 dənə dostla danışsan, axır biri çıxardacaq cibindən pul verəcək ki, bunu bir yerdə. Əgər o ağıllı fikirdirsə. Yox, ağılsız fikirdirsə elə problem ordadır da, yəni kapitalın olmamağında deyil.